Salam dostlar, hamınız kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümidimcə siz yaxşısınız. Bugün sizlərlə birlikdə hesabımı tanıdacağım sizə. Yəni mən keçən videoda demişdim belə bir video gələcək. Bu videoda hesabımı tanıtıram sizə. Hemen tanıtmağa keçək. Baxın, mənim bildiyiniz kimi, yəni bilmədiyiniz kimi 5 dənə destansım vardı. Bu paltarlardan nadir falan mən bilmirəm elə. Baxın görəyən nadir bir şeyler var. Paltarlarım belədir. Ümidimcə bu paltarlar sizin xoşunuza gəlmişdir. Məncə burada nadir paltar yoxdur. Keçək kasklara. Kaskda bunlar vardı. Mən kask işlətmirəm belə. Desenli falan xoşuma gəlmir. Belə başlıqlardan şapka kimi olaraq bu 3 dənə destansı vardı. Belə papaqlar var. Bu papaqdır məncə qəşəngdir belə. Bu keçək. Bu mən elə belə xoşuma gəlir, amma tam necə deyil. Papaqlar bitdi, keçək askilərə. Askilər belədir ya. Destansı aski var. Ən xoşuma getdiyi budur. Sonra bir dənə belə destansı şey vardı. Boş şeydi məncə bu. Belə bir şey var. Bu çox gülməlidir. Hamı yəqin buna gəndə gülər. Belədir. Keçək belə üst şeyimə. Belə bir paltarlarım var. Məncə bu da dəyərlidir. Keçək. Belə hamıda olduğu kimi məndə bu Mr. Beast'in şeyi vardı. Belədir dostlar. Bir dənə arxamı da göstərəm. Belə. Hələ dəyərli şeyim yoxdur yəni. Keçək çantalara. Çantalarda bir dənə S28'in nədir? Çantası vardı. Elə bunlardır. Bura keçək. Burada belə nadir bir dənə şey bu şehir setidir. O şehir seti heç xoşuma gəlmir məncə. Keçək. Bunlardır. Çox qəşəngli deyirlər, amma məncə özümə görə qəşəngdilər. Çox bərbad bir cümlə oldu. Belə ayaqqabılarım vardı. Keçək silahlara. AK'm vardı. Bu vardı. Yəni dediyim ya, hamıda olan bu skarlarım desenliyim budur. M4 desem yoxdur. Bu var. M7'den bu var. Bu var desenli yəni. Bu RP açanda gəlmişdi mənə. Keçək keskin nişancıya. M24'üm vardı 4 dənə. AVM'den bir dənə yüksəltilə bilirdi. Win 94 bu nə silahda? Bu vardı. 15. sezon şeymişi. Niş tüf vardı. SKS'im desenim var. Mini vardı. UBS vardı. Sonra bu boydadır buradan. Uzim vardı, yüksəltilə UMP'm vardı 3 dənə. P90'ım vardı belə. Yəni dostlar, video çox uzun olmaması üçün belə həyəcandan cümləmi qoramıram. Sizə desenli olanları göstərirəm. Pompalıdan 2 dənə vardı. DBS'dən də 2 dənə vardı DBS. Keçək pompalı hafif makneldən nədir DP vardı belə. Meg'im vardı. Tapancadan bir tane budur. Belə şeydir, bilmirəm. Yəni deseniz adı olar da. Bir dənə bunu bilmirəm. Yorumlara yazardınız da. Tamam. Yakın dövüş. Pala vardı. Tava vardı belə buz. Məncə bu dəyərlidir. Hançer vardı, yüksəltirə bilir. Diğerlerindən burada heç nə yoxdur. Özəldə də şeydir, nədir axı? Patlayıcı bir şeydir, bomba kimidir. Adı yadımdan çıxdı. Dostlar, deməli indi maşınlarımı göstərim. Maşınlarımın hələ şey yoxdur. Belə desen falan yoxdur. Bir dənə bu Galatasaray deseni vardı. Həqiqi deyirəm.
Bunlardan heç bir şey yoxdur. Keçək emojilərə. Belə emoji vardı. Baxın görək qəşəngdir yoxsa pisdir. Belə məncə qəşəng oxşuyur. Və destansılar sizə hərəkətini eləyəcəm. Çünki bunların hamısını hərəkət eləsəm sabah ancaq qutarar. İndi bunu deneyirəm. Qəşəng şeydir. Baxın hələ belə. Bunu da RP-dən gəlmişdi. RP destansı idi elə bilirəm. Sonra bu da belə qəribə şeydir. Bu var. Hamısı belə şey RP 1 sezon 1 zat. Tamam. Özü sesindən mən belə çox emojilərə şey vermirəm. Nədir axı? Diqqət vermirəm. Bu boş. Gördüğünüz gibi en yüksek kademe as otoritesidir. İndi elmas 2'yəm. Paraşütdən desək bu boydadır. Yani bu da değerli paraşüttür. Buradan bir dənə belə kaykayım var. Uçaq desenindən belə var. Bu var. Məncə bu daha qəşəngdir. Buradan keçsək, burada belə şeylər var. Burada belə sandığım var. Nesə desiniz, elə bir 52.000 popülərliyim var. Belə sandığım var. UC endirimlər də var. Belə. Keçək. Buran dedik onsuz da. Keçək belə nədir axı? Ümumiyyətcə biz videomuzu bitirdik da. Sağ olun dostlar. Hamınız ürəyimsiniz. Var olun, sağ olun.